Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. 2035-ci ildə isə təxminlər bu rəqəmin 4 miljardı keçəcəyini göstərir. Bir yandan sürətli çəki alma, digər yandan isə ideal bədən görünüşünün təbliğ edildiyi və dəb olduğu bu dünyada insanlar həmin o mükəmməl görünüşə sahib olmaq üçün və sürətli arıqlamaq üçün müxtəlif metodlara başvururlar. Bəzən arıqlamaq üçün üst tutulan üsulların içində təəssüf ki, zərərli olanlar və ya sadəcə həkim təyinatı ilə istifadəsinə icazə verilən dərmanlar var ki, körtəbii şəkildə istifadə edildiyi təqdirdə faydasından çox zərərlərini görmək mümkündür. Arıqlama iynələri də məhz bu qəbilədən olan üsullardan biridir. Həkim endokrinoloqun bildirdiyinə görə arıqlama iynələrinin müxtəlif növləri var. Hər gün istifadə olunan arıqlama iynələri və həftədə bir dəfə təyin olunan arıqlama iynələri. Həkimin dediyinə görə bu iynələri yaşı 12-dən yuxarı olan insanlar həkim təyinatı ilə istifadə edə bilər. Lakin bəzi xəstələr var ki, onlara bu iynələrdən istifadə etmək olmaz. Arıqlama iynələri kimlərə təyin olunur? İlk növbədə piylənməsi olan şəxslərə təyin olunur. İkinci növbədə bədən kütlə indeksi 27-nin üzərində olanlara və yanaşı 27-nin üzərində və yanaşı hər hansı bir xəstəliyi olan pasientlərə, məsələn bu xəstəliklərə arterial hipertoniya, dislipidemiya, şəkərli diabet tip 2 xəstəliyə aiddir. Əsasən bu iynələrin bir qismi şəkərli diabet tip 2-nin müalicəsində istifadə olunur. Kimlərə təyin etmək olmaz? Bura tip 1 şəkərli diabet xəstələrinə olmaz, hamilə qadınlara olmaz, süd verən analara olmaz. Bir də anamnezində qalxanvari vəzin, medulyar xərçəngi olan pasientlərə bu iynənin təyin olunması əks göstərişdir. Hansı mexanizmlə çəkilək təsir göstərir? İlk növbədə hipotalamusa təsir göstərir, toxluq hissini artırır, aclıq hissini azaldır, iştahanı azaldır, qidanın mədədən bağırsağa keçidini ləngidir. Unutmayaq ki, sürətli nəticə vəd edən hər üsul hər zaman sağlam və təhlükəsiz olmaya bilər. Arıqlamaq yalnız görünüş deyil, eyni zamanda sağlamlıq məsələsidir. Mütəxəssislər bildirir ki, ideal çəkiyə çatmağın ən doğru yolu balanslı qidalanma, fiziki aktivlik və fərdi yanaşmadır. Qısa yollar bəzən uzunmüddətli problemlərə səbəb ola bilər.